Yəqin bu dəqiqə yolda kimə baxsan, hətta evdə belə kimə baxsan, qulağında qulaqlıq var, oturub öz aləmində. Bəli, gündəlik həyatımızda tez-tez istifadə etdiyimiz qulaqlıqlar rahatlığı təmin etsə də onların sağlamlığımıza təsiri ilə bağlı da narahatlıqlar artır. Araşdırmalara göstərir ki, bu cihazlardan düzgün istifadə olunmadıqda ciddi eşitmə problemləri yarana bilər. Həqiqətənmi qulaqlıqlar qulağa və beynə ciddi fəsadlar törədir, yoxsa bu sadəcə bir fərziyyədir? Bu cür qaranlıq məqamlara həkim mütəxəssis aydınlıq gətirəcək. Odur ki, diqqətlə sujetimizi izləyin. Səhərdən axşama qədər qulaqlıqla vaxt keçirən insanların sayı getdikcə artır. Xüsusilə gənclər musiqi dinləmək, film izləmək və ya oyun oynamaq üçün saatlarla qulaqlıqdan istifadə edirlər. Aparılan müşahidələr göstərir ki, istifadəçilərin əksəriyyəti səs səviyyəsinə nəzarət etmir. Həkimlər deyir ki, yüksək səs təkcə eşitmə qabiliyyətinə deyil, eyni zamanda sinir sisteminə də mənfi təsir göstərir. Lord cərrah Nizami Mehdizadə bildirir ki, uzunmüddətli istifadə qulaqlarda küy, baş ağrısı və diqqət dağınıqlığı kimi problemlərə səbəb ola bilər. Birinci, qulaqçıqlar xarici qulaq keçəcəyi həssas bir dərinlə örtüldüyü üçün xarici qulaq keçəcəyinə davamlı sürətdə qoyub çıxartmaq, orada qalması dərinin epidermis qatının zədələnməsinə gətirib çıxardır. Belə xəstələrdə qulaqçığı yenidən dağması ağrı ilə müşayiət olunur və bu demək olar ki, ümumiyyətlə oradan uzun müddətli istifadəsi qadağandır. İkinci biri isə bu peyk vasitəsilə o həmən siqnalların ötürülməsi zamanı qulağın orta qulaqdan keçərək daxili qulaqda belə deyək, biopoliya yarada bilir və bu da bilirik ki, qulaq həm eşitmə qabiliyyətini də iştirak edir, həm də dayaq hərəkət sistemində müvazinətin sağlanmasında. Bunun üçün uzun müddətli istifadəsi zamanı ilbizdə qansızmalar əmələ gələ bilər. Aparılan tibbi araşdırmalara görə uzun müddət 85 desibeldən yuxarı səslərə məruz qalmaq eşitmə zəifləməsi riskini artırır. Bəzi hallarda isə bu daimi eşitmə itkisinə qədər də gedib çıxa bilər. Eşitməni qorumaq üçün qulaq nahiyasına alınan zədələrdən uzaq olmaq lazımdır. Sonra bu qulaqçıqlardan istifadə qaydası, uzun müddətli baseyndə, belə deyək, su hövzələrində çimən insanlarda onlar ehtiyatlı olmalıdırlar və xroniki xəstəliklər olan şəkər xəstələri və digər yanaqı gedən xəstəliklər hansı ki eşitməyə təsir edir, onlardan ehtiyatla qorunmaq lazımdır. Antibiotiklərdən insanlar artıq özünü müalicə ilə məşğuldular və özləri də bilmədən elə antibiotikləri özləri müalicə alır ki, həmən antibiotiklərin ototoksik təsir, yəni eşitmə sinirinin öldürülməsi kimi bir təsirə malik olduğundan bixəbərdirlər. Onun üçün də həkimsiz onların istifadəsi olmaz. Qeyd edək ki, lor həkimlərinin bu mövzuda yanaşması kifayət qədər konkretdir. Yüksək səs birbaşa beyin hüceyrələrini öldürməsə də, eşitmə siniri və daxili qulaqdakı hüceyrələrə zərər verərək dolayı təsirlər yaradır. Şalə Qəhrəman qızı, Qərib Cavadov, Fərid Məmmədov.